Salam əziz izləyicilər, sizləri xoş gördük. Deməli, çəkilişlərimiz ardı-ardına davam edir. Sizdən dəstək gözləyirik. Abunə olub, bildirimləri açmağı unutmayın. Menümüzdə toyuq dönəri, ət dönəri çörəkdə və lavaşdadır. Bizə nuş olsun. Başlayaq. Və ət dönəri. İndi mən toyuq dönəri lavaşdakını yeyəcəyəm. Görün necədir. Mən də çörəkdə yeyəcəyəm. Acı bağa. Bir dəfə cüzdanımız çıxacaq. Acı biber həvəskarlarına gəlsin. Saxla qoyunca. Çox budur qəşəng. Bura mən ümumiyyətlə təndir çörəyi də xoşlayıram. Türk çörəyi ilə o qədər, amma ki Türk çörəyi ilə də bir dəfə prov eləyəcəksiniz. İndi lavaş çörəyi də yeyirəm. Lavaş çörəyi də yeyirəm. Ət dönəri yeyirəm. Mən də lavaşda toyuq dönəri. Toyuqla olan dadlıdır. Kommentlərdə yazarsınız ki, ət dönəri xoşlayırsınız, yoxsa toyuq dönəri? Kotlet çörək. Bugünkü çəkilişimizin də sonuna gəldik. Zəhmət olmasa kommentarlarda yazın. Bundan sonraki çəkilişimizdə nələr görmək istəyirsiniz? Sizin fikrinize əsasən yeyəcəyik. Yeyəcəyik. Buyur. Şu da. Hələlik.